Dostlar, bugün sizin mənə yazdığınız sualları cavablayacağım. Gəlin başlayaq. Bəli, yazılan suallar ekranda görünür. Oradan baxıb özünüz də oxuya bilərsiniz. Deməli, bir dostumuz sual verib ki, YouTube-dan pul qazanmaq haqqında ətraflı danış. Bilirəm YouTube videolarında var, amma özün indi geniş danış, vönlə və s. deyir. Bu haqqda mən geniş video çəksəm, biri də altda sual yazıb ki, əla sualdır. Heç bir yerdə ətraflı danışıq yoxdur. Bəli, bu haqqda geniş və ətraflı video çəkəcəm, amma bu kanalda deyil. Yeni açdığımız kanalda çəkəcəyəm. Yəni bu Texnoklub kanalında artıq əvvəl kimi texnologiyalara falan aid videolar gələcək. Bunu nəzərinizdə saxlayın. Keçək ikinci sualımıza. Bəli, ikinci sualımızda da bir video atılıb, link atılıb. Mən bunu sizin üçün ekrana yerləşdirəcəm. Yazıb ki, bu videodan hamı qorxub, sən də qorxmusan. Biri də altda yazıb ki, onu bilmirəm, amma mən şalvarıma sıçdım yazıb. Həqiqətən də düz deyir altdakı elə. Mən bu videonu gördüyüm zamanlar uşaq idim həqiqətən. 13-14 yaşım var idi. Şəxsən həqiqətən də qorxmuşdum. Özdə arkada biraz dini mahnı falan da var. O biraz da qorxuzur adamı. Həqiqətən də adam elə bil şalvarına sıçacaq bu dəqiqə. Yəni qısaca cavabım qorxmuşdum, bəli. Bəli, Yuek yazıb, yəni mənim qardaşım yazıb ki, niyə yox deyirsən? Koronada artım var, ona görə. İkinci sualda da yazıb ki, J-siz yazıb. Bu suala da süni intellekt olan Grok cavab versin. Gittir. Digər sualda da yazıb ki, səncə daha çox izlənmək üçün nə etməliyəm? Məsləhət almaq istədim yazıb dostumuzun biri. Daha çox izlənmək istəyirsənsə, vaxtında və maraqlı qətt çəkici videolar çək. Sıxıcı bir şey çəkirsənsə, əlbəttə ki, o kanal çox yavaş şəkildə irəliləyəcək və izlənməyəcək. Ona görə də diqqət çəkici, maraqlı videolar çək. Bir də yeni kanal açırıq. O kanalımıza abunə ol. Orada YouTube haqqında mən videolar falan paylaşacağam. YouTube'un bütün qaydalarını, ayarlarını falan öyrən və bu formada, bu tempdə davam etsən, avtomatik olaraq kanalın da böyüyəcək. Yaxşı izlənəcəksən, yaxşı da pul qazanacaqsan. Keçək digər sualımıza. Deməli, bir sualda da verilib ki, salamlar, səncə YouTube Azərbaycanda niyə inkişaf etmir? Azərbaycanda niyə inkişaf etmir deyir. Biri də altdan yazıb ki, yaxşı sualdır. Bəli, həqiqətən də bomba kimi sualdır. İnkişaf etməməsinin səbəbi, birincisi onu qeyd edim ki, indiki vaxtda Azərbaycanda YouTube yaxşı şəkildə inkişaf edəcək. Hətta belə son 2 il içində, 1 il içində böyük YouTube kanalları görməyə başlayacağıq. Eynən Fərəc kimi YouTube kanalları gələcək YouTube cəmiyyəsinə. Türklər demişkən və əlavə olaraq da indiyə qədər inkişaf etməmə səbəbi isə açıq-aşkar onsuz ortalardadır. 1 milyon takipçisi, 1 milyon abunəsi olan YouTuber gedib gic-gic rus qumar reklamları edir və gic-gic şeylər satmağa çalışır və ancaq öz mənfəətini düşünür, izləyicilərin düşünmür. Bu da əlbəttə ki, Azərbaycanda YouTube'un inkişaf etməməsinə gətirir, çıxardır, amma onun kimi blogerlərə dəstək verilməsə və Fərəz kimi, İlkin Ferziyev kimi və digərləri kimi blogerlərə dəstək verilsə, az öncə qeyd etdiyim kimi son 1 il içində, 2 il içində böyük YouTube kanalları görməyə başlayacağıq inşallah. Gəlin keçək növbəti sualımıza. Bəli, Cəfər Qəmbərov qardaşımız yazır ki, salamlar gözəl insan. Səncə YouTube Azərbaycanda daha çox inkişaf edəcəkmi? Bəli, bu sualın cavabını az öncə verdim. Çox gözəl sualdır. Bəli, inkişaf edəcək, hətta belə daha gözəl olacaq şəxsən. Və tövsiyə də edirəm ki, bir-birinizə dəstək verin. Mən misal üçün blogerlərin kanallarını incələyirdim. İstəsəz izləyə bilərsiniz. Sağ üstə qoymuşam. Bu videodan sonra baxarsınız. Yəni orada blogerlərə tövsiyə verirdim ki, kanalında bunu et, bunu etmə, nə bilim, nə etməlisən ki, kanalın böyüsün, inkişaf eləsin. Yəni türklər demişəm, müəyyən tiyolar verirdim ona. Yəni siz də bir-birinizə dəstək olun. Girin Azərbaycanlı videosu önərilir misal üçün YouTube-un ana səhifəsində. Girin həmin dostunuzun videosunun altına. Axır dəstək olun da. Biz salamdan, aleykumdan falan bir şey yazın, bir-birinizə dəstək olun. Yox, nəm eləsi var, videonu görür, 5 saniyə izləyir, çıxır. Bu ziyandır. Bir-birinizə dəstək olun ki, Azərbaycanda YouTube inkişaf etsin. Yəni cavabım budur. Başqa bir şey demək istəmirəm. Yəni bir-birinizə dəstək olun, başqa heç nəyə ehtiyac yoxdur. Keçək növbəti suala. Emil Bro 030 yazır ki, salam, niyə pul qazandıran videolar haqqında əvvəlki kimi çox video çəkmirsən? Bir də YouTube-da necə edirsən ki, baxış və bəyənmə çox gəlir. Əvvəl kimi pul qazanma videolarını çəkməməyimdə məqsəd odur ki, deməli mən Texnoklub YouTube kanalında adından göründüyü kimi texnologiyalara aid videolar çəkirdim. Yəni belə Android telefonlar və yaxud da belə kompüterlərə falan, modemlərə falan aid videolar çəkirdim. Daha sonra bir anlıq izləyicilər mənə yazmağa başladı ki, YouTube-a aid videolar çox gəlsin. Yəni əvvəldən 1-2 dənə atmışdım deyə. İzləyicilər deyir ki, Azərbaycanda belə videoları çəkən yoxdur. Sən başda belə videoların davamını gətirməyə. Mən də bir anlıq onların davamını gətirdim və o tərzdə pul qazanma videoları aradan qalxdı. Yəni qətiyyən onları atmamağa başladım. Amma həqiqətən də ikisi də mənim kanalıma ziyan vurdu. Səbəb odur ki, modem format etmək, telefonun yaddaşını təmizləmək və yaxud da kompüteri sürətləndirmək tərzində videoları izləyən kitlə gəlib bu tərzdə YouTube-a falan aid olan videoları izləmir. Səbəbi də bax ekrana qoymuşam. Əgər ərinməmişəmsə, burada
görürsən ki, bax video filan qədər izləyiciyə göstərilib, amma mənim videomu filan qədər izləyici izləyib. Səbəbi isə odur ki, açıq-aşkar bəllidir. Səbəbi də bu telefon, kompüter izləyənlərin qarşısına mənim o YouTube haqqında videom çıxır. Onlar deyir ki, bu nədir? Gic-gic videolar atır. YouTube nədir? TikTok nədir? Elə şeylər deyir deyə həmin videolarımı izləmir. Ona görə də yeni kanal açmaqda məqsədim budur. Başqa heç nə. Orada gələcək. Açdığım yeni kanalda pul qazandıran videolar gələcək. YouTube haqqında məlumatlar gələcək və Texnoklub kanalında isə əvvəl kimi texnologiya videoları atacağam. Və ikinci sualda da qeyd edib ki, necə etməliyəm baxış bəyənmə gəlsin. Az öncə onsuz bu suala cavab verdim. Diqqət çəkici və maraqlı videolar çək, başqa heç nəyə ehtiyac yoxdur. Keçək indi digər sualımıza. Çox uzun danışdım, bəlkə başınızı ağrıtdım burada. Deməli 3-4 dənə sual yazıb, lap 4 dənə sual yazıb burada. Yazıb ki, uşaqlıqda səni ən çox utandıran nə olub? Bu dəqiqə ağlıma gəlmir. Uşaqlıqda məni utandıran nə olub? Amma bu dəqiqə ağlıma bir şey gəldi. Deyəcəksiniz ki, bu nə gic, utandırıcı, utancverici anıdır. Deməli bir hadisə olmuşdu. Mən dostumla, sinif yoldaşımla birinin qapısından, həyətindən keçirdik. Bizdə də bəzi yollar falan var, kənd yeridir. Yəni bunu demişəm bəzi videolarımda bildirmişəm. Birinin həyətindən keçirdik. Yəni qısa yolda biri var 1 kilometr gedəsən, biri də var 500 metr gedəsən. 500 metr getmək üçün birinin həyətindən keçdik, qısa yol olsun deyə. Və mənim orada sinif yoldaşım onların krosnu deyirlər, krosnu tağalağı deyirlər rayon yerində. Krosnu çanağı da, yəni siqnalı tutan çanaq. O çanağın belə torbası var idi. O torbada turnik dartındı mənim dostum və o torba orada zədələndi. Yəni kanallar getdi nağaydısa. Evin yəsi, yəni həmin həyətin yəsi isə gəldi dedi ki, nağaydısa bizim kanallarımız getdi. Heç nə. Yəni orada dostumla mən də pis vəziyyətə qaldım, amma açıq-aşkar deyə bilmədim ki, burdan keçirdik, bir anlıq qaza gəlib, burada turnik çəkindi. Yəni nəsə qəribə bir hekayədir. Orada çox utanmışdım, özümü açıq-aşkar heç nə deyə bilməmişdim deyə. Utanmışdım, düzdür. Oradan istər-istəməz insan qorxur, pis olur ki, istər-istəməz birinin həyətində keçərkən pox törətmişik. Yəni buna görə də utanmışdım. Nəysə qəfil ağlıma gəldi deyə bunu dedim. Bəlkə daha yaxşı şeylər ola bilərdi. Yadıma gəlmədi, ona görə bunu dedim. Deməli ikinci sualda da yazıb ki, bir super gücün olsaydı bu nə olardı və niyə? Uçmaq, görünməz olmaq və s. Super gücüm olsaydı, bilirsiniz nə edərdim? Azərbaycanda o qumar reklamları falan paylaşan blogerləri silmək olardı şəxsən. Şəxsən düzün deyirəm. Bax, indi gəlib bəziləri yazacaq ki, "Sən nə danışırsan burada, bu nə deyir?" Belə şeylər yaza bilərsiniz, amma həqiqətən də düzün deyirəm. Elə qumar reklamları falan paylaşan gərəksiz YouTuberlar ələnsə, yəni süzgəcdən keçib aşağı düşsə, yuxarıda gözəl YouTuberlar qalacaq və bir-birlərinə dəstək olacaq deyə Azərbaycanda YouTube inkişaf edəcək. Yəni sualın cavabı budur. Üçüncü suala keçək. Bir həftə ərzində yalnız bir rəngdə geyinməli olsaydın, hansı rəngi geyinərdin? Bu rəng ya göy olardı, o qədər qarıya həvəskar deyiləm. Ya göy olardı, ya da ki yaşıl biraz pis görünür deyə deyəcəklər ki, bu nədir uzaylıdır ki, ona görə göy geyinərdim, başqa heç nə. Bir də bu nə təhər sualdır. 4-də yazıb ki, zəhmət olmasa kanalımın reklamını edərdiniz. Bu mənim son cavabım olacaq. İnşallah ikinci kanalda mən edərəm. Reklamını etmək yox, incələmək, yəni icmal tərzində çəkərəm. Çünki kanalı reklam etməyin heç bir mənası yoxdur indiki dövrdə. Mən YouTube-a aid videolar çəkirəm. Sən də məsəl üçün PUBG-yə aid videolar çəkirsən. Mənim izləyicilərim gedib o videonu izləyərsəncə, yoxsa yox. Bayağı sualın onsuz cavabını verdim demək olar ki, keçək növbəti sualımıza. Deməli CPM 012S yazır ki, neçə yaşın var, haralısan? Elə sualı oxuya-oxuya cavablayaq. 21 yaşım var, 22 olmağına çox az qalıb. Hər il noyabr ayının 4-də mənim ad günüm qeyd olunur. Haralısan? Qobustan rayonunun Cəyirli kəndində yaşayırıq biz. Bunu demişəm bəzi videolarımda, amma çox köhnə videolarımdadır. Bəziləri elə bilir ki, Bakıda qalırıq. Xeyr, Bakıda qalmırıq deyə belə videolar çəkirik. Yoxsa çıxarıq elə İlkin Ferziyev, Fərəc tərzdə videolar çəkərik. Daha sonra yazıb ki, yəni hansı rayon? Dedim onsuz Qobustan rayonu, yəni Mərəzə rayonunun Cəyirli kəndi. Bunu dedim. YouTube-a başlama səbəbin nədir? YouTube-a başlama səbəbim odur ki, 13-14 yaşımdan, bəlkə daha aşağı yaşlardan dəhşət dərəcədə texnologiyaya, kompüterlərə, telefonlara falan həvəsim var idi. Bir anlıq dedim ki, elə bunlar haqqında bir YouTube kanalı açım da. Çünki o tərzdə videolar paylaşanların videolarını izləyirdim. Həqiqətən də o da maraqlı gəlirdi. Bir də yazıb ki, nə qədər davam edəcəksən? Şəxsən Allahın mənə verdiyi ömür qədər davam edəcəyəm. Çünki YouTube-u buraxmaq kimi bir lüksüm yoxdur türklər demişkən. Yəni Allah nə qədər ömür veribsə, o qədər də video çəkəcəyəm inşallah. Buraxmaq fikrim yoxdur. Bəzən iş güc falan o qədər girir ki, araya məcburiyyətində qalıb buraxıram, amma buraxmayacağam, narahat olmayın. Daha sonra yazıb ki, video qapaq düzəltmə videosunu haçan gələcək. Onu paylaşmışam artıq kanalda var. Baxın i butonuna yerləşdirdim. Oradan girib baxa bilərsiniz. Yazıb ki, ikinci kanal haçan yayında olacaq. İkinci kanalda ən qısa zamanda yerinə gələcək. Yəni narahat olma, ən qısa zamanda o kanala video atacağam. Gördüyünüz kimi otağımızı təmir edirdik. Biraz da işlərimlə bağlı qarışıqlıq olmuş deyə video sayını
düşürtmüşdüm və o kanalda heç maraqlana bilməmişəm. Açmışam, elə qalıb elə. İlk videosunu ən qısa zamanda atacağam və topluluqda paylaşacağam. İkinci kanal haçan yayında olacaq. Məni part 3-də qoydun, mənim kanalımı tanıdarsan. Part 3 bilmirəm, elə part 3-ün gəlmə vaxtı bəlli deyil, amma o kanalda gəlsə birdə inşallah tanıdaram, problem yoxdur. Orada sənin kanalını ayrıca göstərərəm, problem yoxdur. Çünki həqiqətən yazmışdım mənə, yadıma gəlib, profilin tanış gəldi. Keçək digər suallarımıza. Cabbarov YT yazıb, bu kanalı icmal eləmişdim, yadıma gəlir. İlkin məndən olsun. Səncə Azərbaycanlılara Azəri deyilməsinə necə baxırsan? Səncə düzdür yoxsa yanlış? Məncə yanlışdır. Çünki Azəri başqa şeydir, Azərbaycanlı başqa şeydir. Bunu da türklər edir. Yəni bizim ölkədə belə bir şey yoxdur. Azəri səhv eləmirəmsə İranda bir bölgə var, kiçik bir rayon kimi bir yerdir. Onların adı Azərilərdir. Onlarla qarışdıra bilərlər bəzən, amma o qədər də bir şey yoxdur. Böyüdüləcək bir şey yoxdur. Türklər bizə Azəri deyir deyə gedib onların nəsillərinə söyməyəcək. Yəni ona görə də o qədər də böyük bir şey deyil, amma Azərbaycanlı desələr daha gözəl olar. Növbəti sualda yazıb ki, ən çox sevdiyim futbol klubu və futbolçu. Valla futbolla o qədər aram yoxdur, amma Azərbaycanda ən sevdiyim futbol klubu Qarabağdır və orada da o qədər maraqlanmıram da, nəsə boşdur. Amma normalda əvvəl baxırdım futbola. Çox, amma aram yoxdur futbolla, qısaca. Biraz qarışıq oldu, amma nəsə. Digər sualda yazıb ki, YouTube-a necə başladın? Az öncə bu suala cavab verdim. 13-14 yaşımda belə şeylərə marağım vardı və elə tərzdə videolar izləyirdim deyə dedim ki, mən də belə bir YouTube kanalı açacağam və başlayanda birinci Brawl Stars, Clash Royale, Minecraft tərzdə videolar paylaşırdım. Bəlkə məni çoxunuz takib eləmisiz, bu şeyləri bilirsiniz. Texnoklub kanalı ilk öncə Brawl Stars kanalı olub. Hətta belə adı LGN Minecraft olub, yəni Legendary Gamer Natiq, yəni əfsanəvi oyunçu Natiq, nəsə belə bir şey idi. Elə videolar paylaşırdım. Keçək növbəti suala. Yazıb ki, təkrar həyata gəlsəydin yenə bu həyatı seçərdin? Şəxsən bəli. Çünki Allaha min şükür həyatımda heç bir problem yoxdur. Allaha min şükür ki, heç bir xəta bəla falan yoxdur. Olacaqsa da Allahın edəcəyi bir şeydir. Mən buna qarışa bilmərəm. Yəni bəli, suala cavab odur ki, bəli, təkrar həyata gəlsəydim yenə bu həyatı seçərdim. Növbəti sualda yazıb ki, neçə yaşım var? Birinci sualıdır bu. 21 yaşım var. İkinci sualda da deyir ki, uşaq vaxtı xəyalın nə olub? Uşaq vaxtı bax az öncə də qeyd etdim ki, yəni 13-14 yaşım olanda deyirdim ki, YouTuber olacağam. Yəni YouTuber olmaq idi. O da oldum şükür Allaha. İndiki xəyalım da maşın almaqdır şəxsən. Üçüncü sualda da yazıb ki, ən sevdiyin oyun nədir? Şəxsən heç bir oyun oynamıram. Düzdür, dünən telefonuma Clash Royale oyununu yüklədim. Ayda əlimdəydi, çıxdım evdən. Dünən telefonuma Clash Royale oyununu yüklədim. Keyfimə düşəndə ara bir da biri var, bütün günü YouTube-la falan məşğul olasan, kitab falan oxuyasan, YouTube videolar falan izləyəsən. Arada amma oyun da oynamaq lazımdır. Yəni bunun üçün yüklədim, amma ən sevdiyim oyun şəxsən Minecraft olub. Uşaq yaşdan falan bu oyunu çox həvəslə oynayırdım. Haralısan sualına da cavabı onsuz bayaq verdim. Qobustan rayonu, Cəyirli kəndi və yazıb ki, mənlik bu qədər. Keçək növbəti suala. Dostumuz yazıb ki, sev var. Yəni mənə demək istəyir ki, sevgilim var. Mənim də cavabım odur ki, növbəti sualda çox uzun bir şey yazıb. Əslində bu maraqlı bir sual verilib burada. İndi oxuyacağam, amma sıxılıb çıxmayın da. Şəxsən sıxılıb çıxsaz video maraqsız olacaq da. Yazıblar ki, deməli, salamlar, mən reaksiya videoları çəkən 16 yaşlı bir gəncəm. Hər kəsə salam. 33 yaşım var. Real am. Hər gün eyni vaxtda video paylaşıram. Uzun əvvəllər daha çox izlənirdim. Sonradan Shorts paylaşaraq kanalıma zərər verdim. Axı mən Shorts kanalı deyiləm, amma bu yolda irəliləyirəm. Mənə birazca məsləhət verin, xahiş edirəm. Sizin hər videonuzu izləyirəm. Və bir şey də deyim ki, deməli 16 yaşım var, çox gözəl. Yəni o yaşa görə blogerliklə məşğul olmaq çox yaxşıdır. Bu kanalı izləmişdim şəxsən. Reaksiya kanalıdır. Yazır ki, Shorts, yəni shorts paylaşmaqla kanalına zərər verib. İndi bu haqqda video gələcək. Biraz geniş məsələdir, burada danışsam. Bu video sabah yox, bir gün qutarar yəqin ki. Deməli növbəti sualda da yazıb ki, YouTube niyə başlamaya qərar verdin? YouTube niyə başlamağa qərar vermisən? Və buraxsam niyə buraxası olardın yazıb. O biri də yazıb ki, yaxşı sualdır. Deməli, YouTube-a başlamaya qərar vermə səbəbi az öncə qeyd etdim ki, 13-14 yaşımda bu məsələ, bu peşəyə çox həvəsim var idi və buraxası olsam yəqin ki, işlərimə falan görə olar. Çünki normal durduğu yerdə mən heç bir zaman buraxan deyiləm. Yəni işlərim falan çox olar, vaxt ayıra bilmərəm, buraxaram. Başqa heç nə. Keçək indi digər suallara.
Bəli, Fərid yazır ki, salam, aleykum salam birincisi, ikinci yazır necəsiz? Şükür Allaha yaxşıyam, sən necəsən? Yaxşı olasan təki. Harada qalırsınız sualına cavab verdim. Qobustan Cəyirli. Üçüncü sualda da yazıb ki, YouTube-a necə başladınız? YouTube-a heç elə bilən mırta başladım. Dördüncü sualda yazıb ki, ən sevdiyiniz böyük YouTuber dünyada. Burada cavab Mr. Beast olacaq. Çünki bütün dünyada onsuz elədi. Kimdən soruşsaz deyəcək ki, Mr. Beast. Gedib deməyəcəm ki, T-Series o kanalın içinə paylaşdığı bəlli deyil. Ona görə də Mr. Beast. 5-ci sualda ən sevdiyiniz Azərbaycanlı böyük YouTuber, Azərbaycanlı ən kiçik YouTuber. Valla Azərbaycanlı böyük YouTuber, kiçik YouTuber dərkən indi o suala cavab versəm deyəcəklər ki, belədir, elədir. Böyük kanal olaraq da Harun Məmmədov. Amma kiçik kanalların şəxsən mən hamısı çox istəyirəm. Səbəb odur ki, o kanallar onsuz bizim qürurumuzdur, bizim arxa dayağımızdır. Yəni o kanallar varsa biz də varıq, o kanallar yoxsa biz də yoxuq. Ona görə. Yəni bu sual biraz qəlizdir. 7-ci sualda da yazıb ki, neçə yaşınız var? 21 yaşım var, 22-yə çox az qalıb. Keçək növbəti suala. Çox uzun şey yazıb. Elə bayaqçı qaqaşdı deyəsən bu, bəli. Suallarıma cavablasaz sevinərəm. Bəli, inşallah cavablayıram. Yazıb 1. Shorts paylaşanda nəyə görə uzun videolarda çöküş baş verir? Səbəbi odur ki, çöküş baş verməsində səbəb odur ki, mən niyə danışa bilmirəm axı? Çöküş baş vermə səbəbi odur ki, altında yəqin dirəyi az olub, ona görə uçub. Narahat olmayın, bu sualı mən digər kanalda cavablayacağam. Burada demək istəmirəm. İkinci sualda yazıb ki, təxmini neçə aydan sonra videolarda partlama olur? Yaxşı kanaldırsa, yaxşı kontenti varsa 3 drop 6 ay ərzində kanal yavaş-yavaş inkişaf edir və partlatmağa başlayır. Yəni 3 drop 6 ay. İndiki dövrdə daha azdır. Bu şəxsən 1 ay belə ola bilər. Yaxşı baxır o video paylaşmağınıza. Deməli növbəti sualda yazır ki, hal-hazırda YouTube-dan aylıq nə qədər qazanırsan? Bunu bir videomda paylaşmışdım, amma səmimilik olsun deyə indi bu dəqiqədə deyəcəm. Amma videonu da bura yerləşdirirəm. Bu videodan sonra baxa bilərsən. Yadımdan çıxdı nə qədər qazanırdım mən. 165-180 dollar aralığında bir şey qazanıram. 200 dollara qalxmır qətiyyən. Ara bir qalxır, ara bir amma yox. Yəni belə bu aralıqlarda qazanıram. Daha sonra yazıb ki, 4 kazino reklamı gəlsə, təpdir elə aynən kazino reklamı. 5-də də yazıb ki, səncə reaksiya videoları ürətmək çətindir. Xeyr, mənim şəxsən vaxtım olsa, şəxsən eləyərəm ancaq. Şəxsən vaxtım olsa, reaksiya kanalı açaram. Çünki həm çətin bir şey yoxdur orada. Yəni biri var mənim kimi texnologiya düz indi deyəcəklər ki, başladı yenə öz kateqoriyasını tərifləməyə, nə bilim reaksiyanı aşağılamağa. Şəxsən belə deyil. Yəni reaksiya videolarını çəkmək rahatdır. Biri var orada oturub videonu izləyib səmimi şəkildə cavab verəsən. Biri də var bu telefon sınıb gedib o düzəldib təmir eləyəsən. Arasında atla eşək qədər fərq var. Yəni bu. Bir də 4-də kazino reklamı yazıb taraz cavab vermədim. Şəxsən mail hesabımı açıb baxsan, sentilyon dənə kazino reklamı var da hamısını təbdir eləyirəm. Yəni altda da yazıb ki, neçə yaşınız var? 21 yaşım var. Qardaşın YouTube-ya başlayacaq. Bəli, ən qısa zamanda başlayacaq deyəcəkdim ki, az qalsın. Başlayıb onsuz və Minecraft videoları atır. Və Phoenix kanalını deyirsənsə, o da biraz vaxt tapsın. İnşallah başlayacaq Phoenix kanalına. Keçək digər suala. Yazır ki, heç YouTube-u buraxmaq fikriniz var? Şəxsən xeyr, az öncə cavab verdim. İşlərim falan çox olsa, məcburiyyətdən buraxaram, amma bir dəfə əməliyyat olmuşdum. 2 həftəlik video falan atmayacağım vəziyyətdə idim. Onun belə videolarını bir ay əvvəlcədən hazır qoydum. Getdim əməliyyatımı oldum və yenidən qayıdıb davam eləməyə başladım. Yəni işlərimin olacağın gələcəkdən, keçmişdən, keçmişdən bilirəmsə əgər, avtomatik olaraq onun videolarını yaratmağa başlayaram və kanalı videosuz buraxmaram. Başqa heç nə. Keçək digər suala. Borani yazır ki, bu mənim dayım oğuldur, Rauf adı. Boranin qoyub kanalın adı. Hamıda dalğa keçir ki, bu nə addır? Yaxır qoymuşsan. Yazır ki, yer onun, göy onun. Əlbəttə belədir. Necəsən Murat yazıb bir də. Şükür Allaha yaxşıyam. Sən nə tərsən, necəsən? Nə var, nə yox? Canın başın necədir? Evdə işikdə vəziyyət necədir? Bir də babamgilə də buradan salam deyərsən. Bir də yazıb ki, hədəfindəki abunə nədir? Şəxsən 100.000 plaketin almaqdır. Yəni 100.000-dir abunəm. Texnoklub kanalında olsun və ya digər kanallarımda olsun fərq eləmir. Əsas odur ki, bu divarı görürsüz. Bu divara o 100.000 plaketini asmaq istəyirəm şəxsən. Ona görə də hədəfim budur. Keçək digər suala. Yazıblar ki, salam canlı bağlanıb 4 il olar, onu necə aça bilərəm? Səbəb uşaq canlıda iştirak edib, deyəsən ondan olub. Bunun videosunu paylaşmışdım. Axı mən TikTokda deyirsə əgər bunun videosu var. Yuxarıda çıxdı, oradan baxa bilərsiniz. Yəni belə, oradan baxmaq olar. Keçək digər suala.
Deməli, niyə Linux istifadə etmirsən? Soxum Linuxa, Windows'u hələ qurtarmışam ki, Linuxa da keçim. Bəli, yenə bir sual gəldi. Ən sevdiyin YouTuber Türkiyə və bizdən. Yenə bax bu belə bir sual gəldi. Bu sualı görəndə mənim başımın qanları axır. Ən sevdiyim YouTuber Türkiyədə bir kiçik kanal var, 4 abunəsi var. Odur. Adı yadımdan çıxdı. İndi girib baxıb deyərəm. Məsələn be. Bizdə isə bütün YouTuberları çox istəyirəm şəxsən. Yenə bir sual gəldi. Bir sual deyərkən burada 4 sual var. Bəli, 4 sual. Bir bu sualları cavablayaq. Uşaqlıqda səni ən çox utandıran nə olub? Bu suala onsuz cavab verdim. Axı deyəsən bir süper gücün olsaydı falan filan. Bunların hamısını cavablamışam. Şahin Ağayev yazır ki, çox maraqlı sual yazıb. Yəni sualı maraqlı deyil, sualın yazılış qaydası maraqlıdır. Salam belədir yazıb. 1. Neçə yaşım var? 33 yaşım var. 21 yaşım var, zarafat eləyəm. 2-də yazıb ki, YouTube-dan başqa hansısa peşəyə və ya işlə məşğul olursan. Bəli, YouTube-dan başqa işim var. Bir bilirsə, yəni işdə oluram, vaxt başım qarışıq olur. Havada işləyirəm. 3-cü sualda da yazıb ki, vergi 3 aydan bir veririk. Bəli, vergini pul çəkmisənsə əgər YouTube-da 3 aydan bir verilib. YouTube-da bundan sonrakı suallarım can sağlığı uğurlar videoda cavablarsan. İnşallah Allah köməyin olsun. Təşəkkürlər bildirirəm. Var olasan. Keçək digər suala. Brawl Stars videosu gəlsin dostum. Nə əlaqə etsən canın bu? Mən indi təsəvvürlərin texnologiya videoları paylaşıram. Bir 400-500 dənə videom var da, orada girib baxsaz görəcəksiniz. İndi bu gün də video atım ki, əfsanəvi çıxdı. Bu uyğun gələr sizcə yoxsa yox? Təsəvvürlərin ki, Texnoklub kanalının axırıncı videosu Brawl Stars videosudur. Uyğun gələr yoxsa yox? Özünüz cavab verin buna yorumlarda. Bax yorumlarınızı gözləyirəm. Bu Ekber 001 dostumuzun sualına siz cavab verəcəksiniz kommentlərdə. Bu dəqiqəni etiketləyin. Cavab verin ki, Brawl Stars videoları atım yoxsa yox. Keçək digər suala. Brawl Stars YouTuberlərinin incələdiyim videosu gəlsin. İnşallah bunu ilə ya Fərəcin oyun kanalı ilə ya hardansa bir Brawl Stars kanal tapacam, yəni eşib tapmalıyam da. Bunu da onu tapıb videosunu çəkəcəm. Keçək digər suallara. Bəli, Murrayn qardaşımız çox bomba kimi sual verir. Bu kanalı incələmişdim. Özü də yaxşı qardaşdır. Azərbaycan Dövlət Vergi Xidmətinin təyin etdiyi qaydalara uyğun olaraq YouTube platformasından qazanılan məvacib necə və ya nə qədər vergi verilir barəsində geniş bir video nə vaxt gələcək? Vaxtın deyim, digər kanala ən qısa zamanda gələcək. Yəni vaxtım artıq qaydasına düşdü, problemlər aradan qalxdı. Ona görə də ən qısa zamanda o kanala gələcək. Belə bir video var, amma daha detaylı video hazırlayacağam demişdiniz. Öncədən təşəkkür edirəm. Qazancınız bol olsun, gözəl insan. Bəli, demişdim həqiqətən də hazırlayacağımı. Yəni ümumiyyətlə məlumatınız yoxsa, o hazırladığım videonu izləyə bilərsiniz. Köhnə videoda, amma yenə də ətraflı məlumat verilib, amma daha ətraflı formasında olan Natiq Nağızadə kanalına, yəni yeni açdığımız YouTube kanalına bu haqqda video gələcək. Bir də boş sözlərinə görə də təşəkkürlər bildirirəm. Keçək digər sualla. Abi 50.000 abunəçisi var, ancaq videoların nədənsə çox az izlənir. Səbəbi ilə az öncə qeyd etdim. Modem format etmək və yaxud da modem antennaları necə hərəkət etmək olar videolarını izləyən dostlarımız YouTube haqqında videoları izləmir və mənim göstərim tıklama oranlarımı, ortalama görüntülənmə sürələrimi türkcə dedim bunların hamısında. Bu dediklərimin hamısını aşağı salır deyə mənim kanalımda az izlənir. Keç bax Telegrama aid video paylaşmışam. Şəxsən bu yaxşı izlənməyib. Əlbəttə ki, bomba kimi izlənib. Yəni o tərzdə videolar paylaşsam əlbəttə ki izlənir. Yəni kanalın kateqoriyasından kənara çıxmışam deyə kanal vızqırdı. Keçək digər suallara. Bu sualı mən cavabladım. Axı 3-cü dəfədir. Ay bilə mikrofona dəydim. 3-cü dəfədir. Bu sual mən qarşıma çıxır uşaqlıqda sənə heç nə bu onsuz cavabladıq. Ola bilsin təkrar çəkmişəm. Qardaş, səndən bir şey soruşacağam. Sən bizə taktikalar öyrədirsən, bəs o taktikalar sənin kanalında fayda verirmi? Əlbəttə fayda verir. Yəni burada əsas məqsəd odur ki, atdığın videolar çəkdiyin əziyyətə görə izlənsin. Şəxsən mənim çəkdiyim əziyyətə görə izlənir və mən izlənməyəndə də səbəbini tapıram. Bunun bax az öncə qeyd etdim niyə videolarım az izlənir. Modem falan izləyən izləyicilər keçib bu videoları izləmir deyə mənim izləyicilərim düşüb, amma normalda texnologiya tərzdə videolar çəksəm şəxsən o taktikalarla izlənirdi. İndi ikinci kanalda bunu açıq-aşkar görəcəyik inşallah. Keçək növbəti suala. YouTube-ya necə başlamısan? Bu suala onsuz cavab verdim. Yəni eyni sual deyildi, amma cavab verdim. Baxaq bir də. Bəli, axırıncı sual idi. Heç nə, söndürək artıq videonu. Bəli dostlar, videomuz bu qədər idi. Çox geniş danışıb başınızı ağrıtmaq istəmirəm. Videomuzun dəqiqəsinə baxaq. Oyda 28 dəqiqə olub. Biraz da danışım videomuzu sonlandıraq. Bəli dostlar, deməli ikinci açdığımız Natiq Nağızadə kanalında mən çox gözəl videolar paylaşacağam. Yəni YouTube haqqında falan olan videolarımız hamısı avtomatik olaraq o kanala keçəcək və Texnoklub kanalında da əvvəlki kimi telefon, kompüter, televizor və yaxud da modem kimi problemlərin həllini çəkəcəyəm.
Yəni narahat olmayın, bu YouTube haqqında videolarımızın davamı gələcək. Bu sual-cavab videosunu da çəkməkdə məqsədimiz o idi ki, izləyicilərimiz bizə çox gözəl suallar falan versin. Biz də bu sualları cavablandıraq və belə videoları yavaş-yavaş sonlandıraq, keçək artıq ciddi şəkildə texnologiya videoları çəkməyə. Yəni belə, sizə deyəcəyim suallar və cavablar bunlar idi. İnşallah bol-bol kommentlərinizi gözləyirəm. Növbəti kanalında ən qısa zamanda linkini topluluqda, yəni ictimai bölümündə paylaşacağam. Keçib oradan baxarsınız və videosunu sonuna qədər izləyib dəstək olarsınız inşallah. Sağda və solda izləyə biləcəyiniz maraqlı videolar çıxdı. Onlara baxaraq dəstək ola bilərsiniz bizlərə və kanalımıza abunə olub videomuza like ataraq da dəstək ola bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşək.